Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takib edib videonu bəyənməyi unutmayın. Sual 14 dekabrda güvən buraxılış imtahanında 11-ci siniflərə salınıb. Ümumiyyətlə bu tipli suallar son zamanlar çox istifadə edilir. Sualda nə deyir? Deyir ki, x kəmiyyəti y kəmiyyətindən düz mütənasib asılıdır. Y 48, x 16 olarsa, bəs y 12 olanda x neçə olar? 48 olanda x 16 olur. Y 12 olanda x-in qiymətini bilmirik. İndi x-i tapacağıq. Biz belə bir qaydanı yadımızda saxlayaq. Əgər kəmiyyətlər düz mütənasib asılıdırsa, y-lər alt-alta yazılır, x-lar da alt-alta yazılır və bunlar çarpaz vurulur. Yəni 48-i vurarıq x-a, bərabər olar 12 vurulsun 16. X-i tapanda 12-ni 16-ya vurub 48-ə böləcəyik. İxtisar gedəcək. 12-ni də 3-ə bölürəm 4. Düzgün cavab D olar.